Salam, bizi izleyen hər kəsə. Qarşınızda 2 ədəd Mercedesin 5 pillə sürətlər qutusunun platası var. Bunların əsas səbəbi, işləməmə səbəbi maşın rejimdə qalmaq olur. Yəni bir pillədə qalır, pillələri dəyişmir. 2 ədəd plata var. Bunların əsas səbəbi gördüyünüz kimi çat verir buradan və plata rejimə salır sürətlər qutusunu. Bu isə gördüyünüz kimi heç bir çatı yoxdur. Bu da Mercedesin özünün orijinal platasıdır. Hər ikisi. Bu videonu çəkməkdə səbəbim nədir? Əsas səbəb odur ki, məsəl üçün, bax, bunlar hər ikisi də işləmir. Heç bir çatı falan yoxdur. Bunun isə çatı var, bu da işləmir. Yəni, o demək deyil ki, bunun çatı yoxdur deyə bu işlək vəziyyətdədir. Məsləhətlisi yenisi ilə əvəz etməkdir. Yəni, bacardığınız qədər, əgər maşın sürəti dəyişmirsə, yəni bunu yenisi ilə əvəz etmək lazımdır ki, maşın doğru düzgün işləsin. Bacardığınız qədər də bu platanın orijinalını alın ki, sabahsı günü maşında vurmalar, gecikmələr olmasın. İzlədiyiniz üçün təşəkkür edirəm.